Aspirantdır. Bəli, disertasiya yazır. Disertasiyanın mədəni bax buradadır. Sən məni nə bilmirsən? Yaza bilərsiz yoldaş Gülümsərov. Niyə yaza bilmirəm? Dünən institutu qurtaran disertasiya yazır. 5 il zavxoz, 10 il müdir müavin işləyirəm. Yaza bilmərəm? Yaza bilərsiz. Amma neyniyim? Vaxtım yoxdur. Böyle bir yandan təmir, bir yandan təmin, yataqxana. Eybi yoxdur. Kalkoza geçsem mən özümü onlara göstərərəm. Möhsin, beynimdə yeni bir fikir qaynayır. Heç kəsin ağlına gəlməz. Yeni bir meyve yetiştirəcəyəm. Yox siz. Yeni meyve. Hə. Dadı necə olacaq? Dadı? Dadı... Turşa şirin. Turşa şirin? Hı. Bəs necə satılacaq? Kiloyla, yoxsa dənə-dənə? Bunun nə dəxli var? Yaz! Ha, Buyurun. hələ yazmadayım. Mənim əmrimi zavxoz Məmmədə yetir. Bəli, 10 kilo limon, 10 kilo limon. 10 kilo da mandarin alsın. Başa düşdü? Başa çıxdım yoldaş Gülümsərov. Möhsin, Bəli. bir də yaxşı bax gör. Ulduz nədən yazır?